Tək qaldığı üçün ünsiyyəti normal deyil. Göz kontaktı çox zəif qurur. Əlbəttə, bütün o gigiyenik prosedurları həyata keçirtdik. Bədəninə baxış keçirdəndə onun bədənində, qarın nahiyəsində bir çapıq izi var. Hardasa bir 6-7 santimetr. Amma orada həkimlər də bildirdilər ki, bu onların ilkin versiyasıdır ki, bıçaq zədəsinə oxşuyur. Söhbət anası tərəfindən Abşeron rayonu Göradil qəbirstanlığı yaxınlığına atılan 2 yaşlı körpədən gedir. Sosioloqların fikrincə ailə daxili gərginlik, sosial təminatsızlıq və maarifləndirmənin zəifliyi kimi amillər valideynlərin bu cür radikal addımlar atmasına səbəb ola bilir. Bəzi insanlar hələ ailə haqqında təsəvvürü olmadan, düşüncəsi olmadan, valideynlik məsuliyyətini başa düşmədən, ata-ana məsuliyyətini başa düşmədən belə deməli addımlar atır, ailə qururlar və yaxud da ki, arzulu olunmaz bir uşaq dünyaya gətirir və bunun da nəticələri bax belə olur. Gənclər arasında ailə dəyərlərini, valideyn məsuliyyəti ilə bağlı sosial maarifləndirmə, təşviq, məlumatlandırma həyata keçirmək lazımdır. Hələ orta ali məktəblərdə bu işi aparmaq lazımdır. Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsindən də bildirilir ki, əslində bu mövzuda maarifləndirmə işləri mütəmadi olaraq aparılır. Amma buna baxmayaraq mövcud hadisələr hələ də var. O ki, qaldı sözü gedən məsələyə. Abşeron rayonu ərazisində tapılan azyaşlı uşaqla bağlı aidiyyatlı dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər görülür və davam etdirilir hal-hazırda. Qeyd edim ki, uşaq hazırda təhlükəsizliyi təmin olunub, tam olaraq dövlətin himayəsindədir və eyni zamanda ona tibbi və psixoloji dəstək göstərilir. Eyni zamanda polis əməkdaşları tərəfindən uşağın valideyni də artıq müəyyən edilərək saxlanılıb və izahat alınıb. Ana övladından imtina etdiyini qeyd edib. Amma mütəxəssislər hesab edirlər ki, bu kimi hadisələrin qarşısını almaq üçün yalnız hüquqi tədbirlər kifayət deyil. Cəmiyyət səviyyəsində dəstək mexanizmləri gücləndirilməli, risk qrupunda olan ailələr vaxtında müəyyən olunmalıdır. Nəzrin Müşfiq qızı Namiq Ağayev, İTV Xəbər.